Değerli kardeşler, muhterem Müslümanlar, bildiğimiz gibi artık Ramazan ayının ortasındayız. Ramazan ayının yarısı kesmiştir. Bu əzəmətli günlerin kardeşler, yarısı kalmıştır. Ne de Uca Allah buyurur ki, eyyâmen ma'dudat, sayılı günler. Uca Allah Azze ve Celle bu günlere sayılı günler deyir. Kardeşler, Ramazan ayı dedi ki, aylar içerisinde en əzəmətli, en üstün olan aydır. En fəzilətli aydır. Lakin bu Ramazan ayını üstün kılan bir şey vardır. O da bu Ramazan ayında Kur'an-ı Kerim'in nazil olmasına göredir. Uca Allah buyurur ki Kur'an-ı Kerim'de Şehru Ramazan ellezî unzile fîhil Kur'an huden linnâs ve beyinâtin minel huda vel furqan. Ramazan ayı elə bir aydır ki o ayda insanlara doğru yol gösteren, hakkı batilden ayırt eden açık delilleri olan Kur'an nazil olmuştur. Subhanallah. Bakın kardeşler, Ramazan ayını əzəmətli kılan, Ramazan ayını üstün eden Kur'an-ı Kerim'in nazil olmasına göredir. Ve Kur'an-ı Kerim'in nazil olduğu bir gece vardır ki Allah Azze ve Celle bu hakta Kur'an-ı Kerim'de bir neçe yerde haber vermiştir. Uca Allah buyurur ki İnna enzelnâhu fî leyletin mübâreke. Biz onu, Kur'an'ı mübarek bir gecede nazil ettik diyor Allah Azze ve Celle. İnna kunna munzirin. Hakikaten biz haberdarlık ederiz. Bakın kardeşler, Allah Azze ve Celle mübarek gece demiştir o geceye. Hemsinin Kur'an-ı Kerim'de müstakil bir sure vardır ki adı Kadir suresidir. Bu Kadir suresinde Uca Allah buyurur ki İnna enzelnâhu fî leyletil kadr. Biz onu, yani Kur'an'ı Kadir gecesine nazil ettik. Lakin burada sual çıkabilir kardeşler. Sual çıkabilir ki axı biz bilirik ki Kur'an-ı Kerim 23 yıl ərzində tədrizən inmiştir. Ancaq ayet-i kərimede Uca Allah buyurur ki biz onu, Kur'an'ı Kadir gecesine nazil ettik bir defa. Kardeşler, bunun açıklaması olur ki Kur'an-ı Kerim iki merhaleden ibaret olarak yere inmiştir. Birinci merhale El-Levhul Mahfuz. Uca Allah'ın kainatta ne olacaksa, ne baş verecekse yazmış olduğu kitaptan o Kur'an-ı Kerim dünyanın birinci seması olan Beytül İzze'ye inmiştir. Beytül İzze'den ise değerli kardeşler, ondan sonra ise 23 yıl ərzində Peygamber sallallahu aleyhi ve selleme ayet sure emmeye başlamıştır. Kardeşler, Beytül İzze semanın birinci katıdır. Dedi ki göğün 7 katı var ki bu katlar çok əzəmətli şekilde böyükdür. Biz gece vakti gözlerimizle ulduzları, kainatda ne görürüksə bütün bunlar semanın birinci katıdır. Subhanallah. Hatta muasir alimler deyirlər ki onların görebildikleri kadarıyla kainatın diametrinin tahminen 93 milyar ışık ilinde olduğunu deyirlər. Subhanallah. Bu semanın birinci katıdır. Ve ışık sureti değerli kardeşler bir saniyede 300 bin kilometredir. Beytül İzze'ye mübarek bir gecede Allah Azze ve Celle onu, Kur'an-ı Kerim'i Beytül İzze'ye indirdi. Ondan sonra ise tedrizen bu 23 yıl ərzində emeye başladı. Değerli kardeşler, hakikaten de bu çok əzəmətli bir gecedir. Yeryüzünde bundan daha faziletli, bundan daha əzəmətli bir gece yoktur. Allah Azze ve Celle bize bu vakti haber verir kardeşler. Uca Allah buyurur ki İnna enzelnâhu fî leyletil kadr. Biz onu Kadir gecesine nazil ettik. Bəs Kadir ne demektir kardeşler? Kadir kelimesinin birçok manası vardır. Manalarından biri olur ki ad-dıyib, yani sıxlıq. O gece Kadir gecesi semanın bütün mertebelerinde olan melekler yeryüzüne akın gelirler. Ve yeryüzü sıxlı olur meleklerin sayına göre. Ve hemsinin Kadir kelimesi Arap dilinde el-qadar, yani değer demektir. O gün insan Rabbine ibadet etmek ile kader ve değer sahibi olabilir. Subhanallah. Yani bütün bunlar Kadir kelimesinin manalarından biridir. Ve
Uca Allah buyurur ki biz onu Qədir gecəsi nazil etdik. Sonra buyurur ki وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ Sen ne bilirsen ki nedir Qədir gecəsi? لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Burada dayanmaq lazımdır qardaşlar. Ərəblərdə Quran-ı Kərimin nazil olduğu ərəfələrdə rəqəm olaraq 1000'dən böyük rəqəm yox idi. Yəni 1000'dən böyük rəqəm yox idi, yəni mürəkkəb yox, tək olan halda. Hətta 1 milyon yox idi onlarda, 1 milyard deyilmirdi. Necə deyilirdi bu? Deyirlər ki, əlf, yəni minin minə deyildiyi zaman başa düşülürdü ki, artıq bu 1 milyondur. Əlf deyildiyi zaman, yəni minin 2000'ə deyildiyi zaman, bu zaman 2 milyon qəsd olduğu başa düşülür. Və Uca Allah Azze ve Celle insanların o Quran-ı Kərimin nazil olduğu ərəfədə onların bildiği en yüksek rəqəm ilə buyurmuştur ki, Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Subhanallah. Və alimlər deyirlər ki, qardaşlar, alimlərin ittifaqı ilə Qədir gecəsinin nə qədər əzəmətli olduğunu dəqiq olaraq heç kəs bilmir. Bizdə bəlli olan məlumat odur ki, Allah buyurur ki, o 1000 aydan daha xeyirlidir və 1000 ay, değerli kardeşler, 83 il 4 ay edir. Buna fikir verin, Uca Allah buyurur ki, demir ki 1000 aya beraberdir. Buyurur ki, Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Bunun hikmətlerinden biri de olur ki, kardeşler, neye göre 1000 ay deyildi, 1001 ay deyilmedi? Alimler deyirlər ki, fikir verin, Allah Azze ve Celle, Allah Resulü buyurur ki, İnne a'mar ümmeti beyne 60 ve 70 sene, beyne 60 ve 70 sene, qalle men yucavizuha. Benim ümmetimin ömrü 60 ile 70 yıl arasındadır ki, çok az kimse bu ömrü ötüp geçebilir. Buradan para düşürür ki, ümmet Muhammed, bu kainatta olan bu insanların sayıların hamısı, ömrünün sayı 60-70 yıl arasıdır. Çok az kimse vardır ki, 70'i geçsin, 80'i geçsin, bunlar parmakla gösterilir. Bu ayet-i kerimede Allah Azze ve Celle sanki bize bildirir ki o Qədir gecəsi 1000 aydan, yani 83 yıl 4 aydan daha xeyirlidir. Yani sizin ömrünüzden daha xeyirlidir. Subhanallah. Kardeşler, bu çok əzəmətli bir gecədir. Bu gecəni kaçırmayın. Bu gecə elə bir gecədir ki, subhanallah, bunun değerini həqiqətən düşünsək belə haqqıyla onu değerlendirə bilmərik. Uca Allah buyurur ki, Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Tənəzzəlul mələikətü və ruhu fiyhə biizni rabbihim min kulli əmr. O gün mələklər və ruh, yəni Cəbrail aleyhissalam hər bir iş üçün Rəblərinin izni ilə yer üzünə inerlər. Subhanallah. Buradan da görürüz ki, değerli kardeşler, Cəbrail aleyhissalam Resulullah sallallahu aleyhi ve sellem vəfat etdikdən sonra dünyaya geri qayıtmayıb, sadəcə Qədir gecəsində ona icazə verilir ki, mələklərlə beraber yer üzünə gəlsinlər. Və bu mələklərin gəlişi, değerli kardeşler, tənəzzəl feili ərəb dilində ard-arda axın gəlmək deməkdir. Baxın, bu mələklər o gecə yer üzünə inerlər və onların gəlişi ta sübh namazına qədər davam eder. Və o mələklər gəldikləri zaman, değerli kardeşler, insanların ibadətlərinə şahid olurlar. Təsəvvür edin, Allah-u aləm, bəlkə neçə milyard mələk gələcəksə Allah bilir, onlar hamısı sizə şahidlik edəcəkdir qiyamət günü. O gecədə. Və həmçinin o mələklər gəlir və Allah Azze ve Celle'nin izni ilə, əmri ilə bütün insanlara bir ildiş qədəri mələkləri təslim edilir. Bu haqda Uca Allah Quran-ı Kərimdə buyurur ki, Fiyhə yufraqu kullu əmrin hakim əmra min indina. O gecə, qiyamət, o gecə, Qədir gecəsi tərəfimizdən vəhy olunan əmr ilə hər bir hikmətli iş ayırt edilir. Bu ayetin təfsirində alimlər deyirlər ki, Allah Azze ve Celle Levh-ül Mahfuzdan o gecə Qədir gecəsi hər bir insanın illik, gələcək Ramazan ayına qədər olan illik ruzisidir, qədəridir, əzəlidir, onların hamısını yenidən mələklərə təslim edərlər. Subhanallah. Arkadaşlar, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim bu Qədir gecəsindən məhrum olarsa, o həqiqətən də məhrum olmuş kimsə olar. Kim onun xeyrindən məhrum olarsa, bütün xeyirdən məhrum olmuş olar. Subhanallah.
Kardeşler, onun için bu Qədir gecəsinə bilirik ki, artıq Ramazan ayının sonlarındadır, sonuncu 10 günlərindədir. Ona görə əlimizdən gəldiyi qədər o günləri qaçırmamağa çalışalım. Həmçinin Resulullah sallallahu aleyhi ve sellem hakkında Allah Resulü rivayet olmuş ki, o Ramazan ayının son 10 günləri gəldiyi zaman Allah Resulü gecəni ibadət ilə keçərərdi, ailəsini durğuzardı, ibadətlərini artırıb və kəmərini bağlayardı. Subhanallah. Çünki artıq o ayda, axırıncı 10 günlərində artıq Qədir gecəsi olma ehtimalı vardır. Qardaşlar, Resulullah sallallahu aleyhi ve sellem Qədir gecəsinin konkret olarak hansı gecə olduğunu bildirmək üçün sıxdığı insanlara bildirmək istədi. Lakin çıxdığı zaman gördü ki, sahabələrdən 2 nəfər mübahisə etdilər. Və ondan sonra Allah Resulü buyurdu ki, 2 nəfər mübahisə etdi, filan kəslər adlarını seçir və ona görə unsituhə, yəni mənə unutturuldu dedi. Subhanallah. Baxın, bu onu göstərir ki, bir cəmiyyətdə fitnə olarsa, ayrı-seçkilik olarsa, mübahisə olarsa, oradan bərəkət qalxar. Subhanallah. O 2 sahabə mübahisə etdikləri üçün Resulullah sallallahu aleyhi ve selleme Qədir gecəsinin hansı gecə olduğu unutturulur. Və Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, unutturuldu, lakin siz onu axırıncı gecələrdə axtarın. Başqa rəvayətlərdə axırıncı gecələrin tək günlərində axtarın. Yəni 21'i, 23'ü, 25'i, 27'i, 29'u geceler. Ve aynı zamanda Allah Resulü buyurur ki, لَعَلَّهُ خَيْرٌ لَكُمْ. Bu belki sizin için hayırlıdır. Neye göre? Eğer biz konkret olarak Qədir gecəsinin hansı gecə olduğunu bilsəydik, belki de tembelleşerdik. Ve sadece o gecəni ihya ederdik, ibadet ederdik, diğer geceleri terk ederdik. Ne de ki, her birimizin eceli yazılmıştır. Ne zaman öleceğimizi bilmirik. Aşık o yazılı olarak kalmıştır. Eğer bir insan öleceğini, ne zaman öleceğini bilseydi, onun günü gün olmazdı. Onun içindir ki, hem korku hem ümid ile yaşayır ve çalışmaya saygı gösterir. Həmçinin Allah Azze ve Celle'nin isimlerinden elə bir isim var ki, ona ismi azam deyirlər. O ismi kim bilip onunla Allah'a dua ederse, onun duası mütləq qəbul olar. O isim gizlenmiştir ki, diğer isimleri de Allah'ın 99 isimleri de Müslümanlar aktarsınlar, onu sağlayıp dua etsinler. Həmçinin Hazreti Ayşe radiyallahu anh'a deyir ki, Allah Resulü Ramazan ayı geldi mi, Ramazan ayında diğer aylardan fərqli olarak daha çok sayı göstererdi. Ve Ramazan ayının axırıncı 10 günleri geldiği zaman ise diğer günlerde olmadığı şekilde daha çok sayı göstererdi ve ibadet ederdi. Subhanallah. Kardeşler, dedi ki, bu bereketli bir gündür. Qədir gecəsi çok əzəmətli bir gündür ki, o gün kim Rabbine dua ederse, ibadetle kesererse, hakikaten de kurtulmuş olur. Bu Allah'ın büyük rəhmətidir ki, bunu kaçırmayın değerli kardeşler. Həmçinin dedi ki, melekler o gün yeryüzüne inerler. Meleklerin sayıları hakkında deyir ki, en doğrusunu Allah bilir, onun sayıları bilinmir. Lakin melekler Cebrail aleyhisselamla beraber Qədir gecəsi yeryüzüne inerler ve insanlara şahitlik ederler. Subhanallah. Ve Kur'an'ın insanlar üzerinde olan eserini, onun izini görüp ve şahitlik ederler. Kardeşler, Allah buyurur ki, Selamun hiye hatta metla'il fecr. O gün, o gece gün çıkana kadar emin amanlıktır. O melekler orada xeyir dua ederler. O melekler o gecəni ihya edenlere dua ederler. Onlara şahitlik ederler. Bu haqda ixtilaf vardır. Bazı alimler deyirlər ki, Qədir gecəsinin olma ehtimalı hansı gecə olabilir? Hatta bu haqda sahabeler belə ixtilaf edirlər. Bir gün Hazreti Ömer sahabeleri yığır ve onlara sual verir. Deyir, size göre sizce Qədir gecəsinin olma ehtimalı hansı gecədir? Biri 21'i değil, biri 23'ü değil. İbn Abbas deyir ki, Qədir gecəsinin olma ehtimalı 27. gecədir. Və əsaslandırır və deyir ki, Quran-ı Kərimdə Qədir surəsində 30 ayət vardır. 30 ayət vardır. Və sələmun hiyə, o gün, o gecə, hiyə kəlməsi 27. kəlmədir deyir. Və sonra deyir ki, Allah Azze ve Celle göylərin və yerin qatını 7 qat yaratmışdır.
İnsanları secde üzvlərini 7 üzrə etmiştir. Həmçinin sayır, yəni çoxlu sayır, həcdə Safa və Mərvada 7 dəfə səy göstərmələri, 7 dəfə tavaf etmələrini sayır və deyir ki, buna görə də 27-ci gecə olmaq ehtimalı daha üstündür mənə görə. Hətta deyir ki, Qədr kəlməsi, Leylətul Qadr kəlməsi bir yerdə 9 hərfdən ibarətdir və Qədr surəsində 3 dəfə təkrarlanır. Bu da 3'e vurduğumuz zaman 27'dir deyir, bu şekilde esaslandırır. Lakin kardeşler, en doğrusunu Allah bilir. Ona göredir ki, bu ahırıncı 10 geceleri heç diğer gecelerde olmadığı şekilde ibadet etmeye çalışalım ki, Allah'ın rahmetini, bereketini kazanalım değerli kardeşler. Tabii ki burada Qədir gecesinin olma əlamətləri de vardır ki, biz tövsiye olarak deyirik ki, eğer siz bu əlamətlərdən birini görseniz, diğer Müslümanlara haber vermeyin. Neye göre? Ola bilsin ki, sen hata etmişsen veya da o bunu eşiter, diğer Qədir gecesi olma ihtimalı gününde, gecesinde tembelliği gösterebilir. Kardeşler, dedik ki, Ramazan ayının artık yarısı kesmiştir ve karşıda bizi əzəmətli geceler gözlüyor. Ve bazı insanlar elə bilirlər ki, Qədir gecesini sadece oyak kalmak ile onu kazanmak olur. Hayır. Hatta bazı qardaşlar otururlar çayxanalarda geceleri səhərə kimi keçirirlər. Elə bilirlər ki, Qədir gecesini gözəl keçirirlər. Xeyr qardaşlar. Çalışın o gecelerde üzləti çəkilin, kənara çəkilin və Rəbbinizə çoxlu dua edin qardaşlar. Namaz qılın. Əlinizdən gəldiyi qədər ibadətlər edin. Çünkü bu böyük fürsətdir. Elə bir fürsətdir ki, qardaşlar, bu ayda, bu gecədə edilən ibadət bir ömürdən daha xeyirlidir. Subhanallah.